Sotda şəxsi, ideal ev istəyənlər buyurub videonu axıra qədər izləsin. Həyətə 2 dənə də maşın sığdırma mümkündür. Qazı var, işığı var, dövlətin suyu Azərsu da var. Həyətində hətta belə ağacına qədər hər bir şey var. Gördüyünüz kimi kombisi, kondisioneri, hər bir şey qalır. Bax, bu dövlət suyunun şotskidir. Bir daha qeyd edirəm, qaz işığı da var. Həyətə də 2 dənə maşın rahat daxil ola bilir. 3 otaqlı ev, Binə qəsəbəsi İmam Həsən Məscid küçəsi ana yola 1 kilometr məsafə. Evimizin daxili interyeri ilə sizlərə tanış edirəm. Bax, qeyd edirəm, kombisi oradadır, kondisioner də qalır, yerdən də kürsülüdür, raşotkalarına qədər hər bir şey çəkilib. Şəxsi evdir dostlar. Makler evi deyil. Bax, girirsən. Koridor sistemidir. Aboylarına qədər hər bir şey vurulub. Sağda belə qonaq otağı gördüyünüz kimi. Kamera sistemi ilə də təchiz olunub. Kamera sistemi də qalacaq. Bax, evi satan adamın sazı da var gördüyünüz kimi. Yəni kimsə musiqiçidir, incəsənət adamıdır. İnşallah qiymətdə də razılaşacaq. Mətbəx mebeli də qalır. Təzə mebeldir və bu bir yataq otağı. Dəstlərin götürəcək. Qiymətdə razılaşsaq, dəstləri də saxlayır, problem deyil. Bu da digər yataq otağımızdır gördüyünüz kimi. Sanitar qovşağı. Sanitar qovşağımızın aksesuarları falan hamısı təzədir, hamısı da işlək vəziyyətdədir. Qiymət 72 min. Kondisioner də qalır. Təbii ki 72 min deyilir. Dövlət suyu da var. Məscid küçəsində. Real müştəri endirim də var.